Bu dəfə sizlərlə evdə mozzarellanı necə hazırlayırım onu bölüşəcəm. Artıq mağazadan almayacaqsınız. Əvvəlcə südü ocağa qoyub sirkəni hazırlayıram. 1 xörək qaşığı üksusun üzərinə 8 xörək qaşığı su əlavə edib 9%lıq sirkə hazırlayıram. Gördüyünüz qaydada saniyələr içində hazırladım. Daha sonra südün içinə barmağınızı saldıqda yüngülcə yanma hiss edirsinizsə, demək ki mayalanmaq üçün hazır. Sirkəni bura əlavə edib qarışdırırıq. Daha sonra yarım saat gözlədib zərdabın süzülüşməyən tavada orta xodda üzərinə duz səpərək gördüyünüz qaydada qarışdıraraq hazırlayın. Göstərdiyim formada hazırlayın. Görəcəksiniz yavaş-yavaş uzanan hala gəlir. Gördüyünüz formada axışqan və hamardırsa demək ki hazırdır. Gördüyünüz qaydada götürüb əlinizlə forma verib istədiyiniz qabın içərisinə qoya bilərsiniz. Üzərini örtüb bir gün soyuducuda gözlədin ki yaxşıca soyusun və özünü tutsun. İnanın ki heç bir mağazadan aldığınızdan bu ləzzəti ala bilməyəcəksiniz. Çox dadlı olur. Reseptlər üçün izləmədə qalın.